Şəhid Elcanın əmanəti Ayan xanım və şəhid analarının ürəyinə öz mahnıları ilə su səfəm dəyərli bəstəkarımız Ruslan Səfəroğlu'nu dəvət edəcəm. Onu da vurğulayım ki, Ruslan çox əziz dostumuzdur, yaxınımızdır. O tək övladını itirən artıq 2 ömrə mənim bildim, bəlkə də sayı çoxdur. Eminin anası Məlahət Hanıya da bir övlad kimi özüm, yəni deyir ki, mən onun övladıyam, o mənim anamdır. Bir də İmam Bəhramın valideynləri söylüyor ki, mən onların övladıyam. Allah can sağlığı versin Ruslan bəy. Buyurun elə Nahid Atakişiyevin sözlərinə bəslənmiş mahnını dinləyəcəyik. Həm şəhidimizin yadigarının, nişanəsinin dildən həm də Ruslan Səfəroğlu dildən. Buyurun, hoş gəldiniz. Çox sağ olun. Mən də salamlayıram hər kəsi. Və Nahid bəyə arzu edirəm ki, daha çox kitablar təqdimatı olsun. Allah qəlb versin ona. Allah qələmini güclü eləsin. Və burada bizim şəhid ataları, şəhid anaları var. Olan da qarşısında baş əyirəm, əllərindən öpürəm. Allah Elcanımızın, emrimizin ruhunu şad eləsin. Və biz də Nahid bəyin sözlərinə mən bizim şəhidimiz Elcanın bizə əmanəti olan Ayanla atasına bir mahnı yazmışıq. Və istəyirəm onu sizlər üçün Nahid bəyin sözlərinin olan musiqini təqdim edək. Və kitabı da mübarək olsun. Elcanımızın adına yazılan musiqini bizə əmanəti Ayanla təqdim edirik. Sözləri Nahid Atakişiyev. Şəhid olmuşam, ölməmişəm ki, İpək saçlarını görəcəm qızım. Mən şəhid olmuşam, ölməmişəm ki, darıxma yuxuna gələcəm qızım. Mən şəhid olmuşam, ölməmişəm ki, İpək saçlarını görəcəm qızım. Mən şəhid olmuşam, ölməmişəm ki. Şəhid olmuşam, ölməmişəm ki, İpək saçlarını görəcəm qızım. Mən şəhid olmuşam, ölməmişəm ki, darıxma yuxuna gələcəm qızım. Mən şəhid olmuşam, ölməmişəm ki, İpək saçlarını görəcəm qızım. Mən
şəhid olmuşam, ölməmişəm ki. Müharibə uddu necə adamı, miskillər yandırır necə adamı. Karıxıb çağırdım gecə atamı, bu qədər karıxmaq öldürür məni. Atamı soruşmaq öldürür məni. Çox sağ olun. Allah Elzanın ruhunu şad eləsin. Allah ayan balamızı qorusun.